monitoringdə ləğv etməyin yolu. Bu knopka ilə kilometrajını qoyuruq. Probeg nədir onu qoyuruq. Və sonra bu knopka basırıq. Bu knopka basırıq. Saxlayırıq. Sonra söndürürük. Sonra yeniden yandırırıq. Ve burada gördünüz. Ve monitoring yok oldu. Yeniden yani bunu göstereceğim. Yeniden necə olur? Yəni kilometrajı yəni göstərənə qoyuruq. Yəni bu knopka basıb saxlayırıq. Yeniden söndürürük maşını və yeniden yandırırıq. Gördünüz, main direct 60 minut onundur. Bu knopka yani elinizde qalır, çəkmirik parmağınızla.